Okay. So which type of essay is this? Direct. Outweigh. This is an outweigh essay. Outweigh. Perfect. So Right. as you can see, outweigh. So advantage, disadvantage, outweigh essays. Perfect. So let's try to understand the topic. Young people are often influenced in their behaviors and situations by others in the same age. So instead of saying people from the same age, what can we say? Peers, right? Peers. This is called peer pressure. Do the advantages of this issue outweigh the advantage? Do the disadvantages outweigh the advantages? So as I have already explained, before starting, what we are required to do is writing two advantages and one disadvantage relating to the given topic. So what do you think? What is the positive side of being influenced by our peers? Anyone who has an idea? Bir şey soruşa bilərəm. Competition. Yes, Burada Şebnem, buyur. burada deyəndə ki, do the disadvantages outweigh advantages. İki dənə dis, bir dənə advantage yazmalı deyildik. Yox, yazmalı deyilik. Avantaj, dezavantaj hissələrimizdə, outweigh hissələrimizdə demişdim necə yazırdıq uşaqlar? Ya avantaj dezavantaj üstələyir, ya da dezavantaj avantaj üstələyir. Mən bu hissədə nə deyirəm? Mən deyirəm ki, avantaj dezavantaj üstələyir. Ona görə də mən 2 avantaj yazıram, 1 dezavantaj. Sən deyirsənsə dezavantaj avantaj üstələyir, 2 dezavantaj, 1 avantaj yaza bilərsən. Çünki burada sualda yazıb ki, dezavantajlar avantajları Mən də deyirəm üstələyirmi? ki, yox da avantajlar dezavantaj üstələyir. Hə, mən amma yaza bilərəm ki, dezavantaj avantaj üstələyir. Hə, o artıq mənə qalıb. Yes, you're right. Bu outweigh həmişə belə olur. 2-1 nisbətində yazmamız. Bəli. Outweigh həmişə belə. İndi başlayırıq avantajla. Birinci avantajı mənə deyin. Peer pressure-ın müsbət cəhəti nə ola bilər? Kimsə competition demişdi. Kim demişdi? Məhəmməd sən idin. Competition deyən. Bəli. Aha, competition birinci müsbət cəhətidir. Yəni özümüzü yaşıdlarımızla müqayisə edirik deyə neyinirik? Motivate eləyir də elə bil ki bizə özümüzü improve elətdirməyə. Okay? So, peer pressure can motivate young people to improve themselves. Okay. Especially sən də akademik həyatlarında, düzdürmü? Especially, bu arada qısa yazmayın. Baxın, mən uzadıram. Görürsünüz, academic performance and məsələn, personal development. Səbəbi nədir? Çünki yaşıdlarını belə yamsılamaq istəyirlər də sanki. As they tend to, görürsünüz, tend to hedging elədim burada. Mirror the ambitions and discipline of successful peers. Okay, I have written the first advantage of this. Another advantage that you can show an opinions. Or probably peer-to-peer learning opportunity. What? I couldn't hear. Peer-to-peer learning opportunity. Yani Peer-to-peer birbirlerine learning, yes, opportunity. But it is not about peer-to-peer learning. Burada başqalarından təsirlənmək və öyrənmək biraz fərqli ideyalardır. Məncə müəyyən qədər, guys, essence of belonging demişdim sizə nədir? Xatırlayırsınız? What is essence of belonging? Bağlılıq hissi. Məxsus olma hissi. Aid olma hissi. Bəli, yaşıdlarımızdan belə deyək də təsirlənmək bizə sanki biraz aidlik hissi verir. Yəni o generationa aidəm hissini verir, düzdür? So deyə bilərik ki, it helps tutaq ki, young generation develop social skills and the sense of belonging, which is essential for their emotional, məsələn, well-being and confidence. Okay. Aha, indi keçək bura. Disadvantage nədir bəs? Yaşıdlarımızdan təsirlənməyin. Pis Bəzən vərdişlər bad götürürlər. behavior Vərdişləri onlardan götürə bilərik, düzdür. So, negative peer pressure onda deyək, düzdürmü? Can lead to young people to make poor life choices. Such as, məsələn, nə ola bilər? Riskli hərəkətlər edə bilər, iştirak edə bilərlər, düzdür? Engaging in risky behavior. Və yaxud da ki, dərslərini belə umursamamaq. Nədir dərslərini umursamamaq belə?
Dərsləri neynəmək? Neglect. Ignore deyə Under- bilərik və yaxud da Hmm. neglect deyə bilərik, düzdür? Yes. Neglecting their studies. Necə deyərsiniz? Və yaxud da qəbul eləmək qeyri-sağlam vərdişlər. Embrace good Unhealthy behavior. behavior. Adopting Adopting unhealthy unhealthy behavior. habits Habits. vərdişlər dedim axı. Empower deyə bilərik. Nə deyə İcazə bilərik? verir. İcazə, Empower. aha deyə bilərik, bəli. Bu da bunu nəyə görə edirlər? Simply to gain social acceptance. Nə deməkdir social acceptance? Qəbul Aa, olmaq. qəbul da- olmaq. Yəni Çıxarı cəmiyyət tərəfindən tərəfindən qəbul qəbul olunmaq üçün də, yəni dostlarım eləyir, mən də eləyim deyərək eləyə bilərlər. Okeymi? Bura qədər ideyalarımız cəhətdən hər şey hər kəsə aydındırmı? And hedging as they tend to dedinizdə, hedging deyəndə nəyi nəzərdə tutursunuz? Okay. Hedging dərsində olan varmı aramızda bilən hedging nə idi? Kimsə? No one. Qrammatikanı daha akademik eləmək Keçən üçün həftə sanki grammar dəyişdirir. keçdim. Kimin hansı qrupa yadımda deyil amma hansı qrupa. Hedging nə idi dedik? Hedging yuvarlaqlaşdırmadır. Yuvarlaqlaşma yox, yumşaltma. Məsələn, deməməliyik ki, məsələn də men are better at yox, men are good at driving. Sən bu nədir? Çox şeydə belə keskindir də, hə, generalda. Like men are good at driving deyirik. Burada artıq biz some, most ya da nə deyə bilərik başqa? To be more likely to, tend to. Məncə bunun haqqında mənim videom olmalıdır. Bir dəqiqə yoxlayaq. Varsa mən bunu çünki uzun izah eləməyəcəm, sizə əsk eləyəcəm ki, dərsdən sonra izləyəsiniz. Sadəcə qısaca ona deyim ki, hamı deməyərək, bəzi deyərək, nə bilim, are likely to deyərək, tend to deyərək və s. deyərək onu müəyyən qədər yumşaltmağa çalışırıq. Görüm varmı? Var. Keçən səfər var idi Good, good. Ruslan. Bax bu videonu gedib izləyərsiniz. Task 2 week 4. Okay? Linki dərsdən sonra atacağım. Mən bir sual verə bilərəm. Buyur. Sizin story koyduğunuz video hardadır? Nə? Story koyduğunuz video. Hələ paylaşmamışam. Edit deyəcəm. Hələ edit deyirəm onu. Guys, mən bir dəqiqə verə bilərsən, mən su götürüm. Çünki danışa bilmirəm indi. Gəlirəm bir dəqiqə. Okay. Hello. Okay, I'm back. Hello, teacher. Hello, Raul. So, our ideas are ready. Then it is time to continue with our structure. So, for advantage, disadvantage essays, I have already given you one structure to follow. Let me copy and paste it for you. Just 1 minute. Yani sərgiyə salım. Müəllim, bu PDF-i sonra qrupa yollayasınız. Bəli. Sağ olun. Bu bizim advantage, disadvantage essayimizin, daha doğrusu outweigh essayimizin structure idi. İndi bu structure əsasında öz essayimizi yazmağa çalışacağıq. Disadvantages in terms of bir dakika, burada neyse səhv yazdım. Also, no, burada ne səhv oldu? Hə, bu burada olmalı değildi. Deməli, challenges, sonra indi burada olmalıdır. Disadvantages far outweigh the disadvantages.
Bu materialda var idi, o materialda təzən ataram dərsdən sonra sizə. Okay, structure belədir. Tamam mı? İndi başlayırıq nə ilə? Introduction. Amma yadınızdadır nə demişdim? Has become biraz necə idi? Klişedir. Demişdim bunu dəyişməyə çalışın da. Burada prosta mövzuya Paraphrase ediyor. giriş edir. Tam paraphrase də yox, Tofiq. Giriş. Giriş verəndə nə soruşursan özünə? Deyirsən ki, bu sualı verirsiniz. Bugün biz bu mövzunu niyə discuss edirik? Okay. Bu sualı veririk. Mövzumuz nə idi? Peer pressure idi. Biz bugün peer pressure-ı niyə müzakirə edirik? Nəyin təsiri ilə? Məncə sosial medianın artan təsiri ilə, düzdürmü? Çünki sosial mediada daha çox təsirlənə bilirlər axı ona görə də. Ona görə də belə bir mən indi öz girişimi yazacağam, sonra siz öz girişinizi yazacaqsınız, yaxşı? Yazacağam ki, as a result of developments in technology and social media, young people are more likely, mövzuda nə idi? Affected işlənib, yox. Are more likely to be affected by their peers in both negative and positive ways. Okay. Daha sonrasında burada mən yazdım ki are more likely. Bu nədir? Bayaq izah etdim sizə. They are more likely to be affected. Hedgingdir, bəli. Biz bunu Hedging. Əla. İndi keçirəm ikinciyə. Teacher, sorry. İndi biz əvvəllər yazırdıq və has become a debate in recent years. O Onları biraz yazırıq. klişedir. Onu istifadə etmək yerinə belə yazmamız daha yaxşıdır. Okay? Daha sonrasında keçdik bura. While this decision. Burada bu decision deyil də. Burada bunu müəyyən qədər dəyişək. This influence məsələn. Bu təsir. Düzdür? Can bring certain dezavantajı nə idi? Onların davranışına negativ təsir edə bilirdi də, düzdürmü? Bir adjective yazmalıyam. Ona görə də yazıram ki, behavioral disadvantages, okay. Bəzi avantajları nə idi? Bir dedi ki, akademik həyatlarında özlərini inkişaf elətdirirlər. Ona görə nə deyək? Akademik həyatını hansı adjectivelə əvəz edək? Educational. Bir digəri nə demişdik? Bir də özlərinə aidlik hiss edirlər. Məncə onda social deyə bilərik, düzdür? And social benefits. So in my view, clearly outweigh them. So that's it relating to our introduction. Did you understand the introduction part? Any questions about it? Nothing? Then please write your own version of introductions and send it to our chat part. I'm waiting. Mən elə deyirəm, Nəzirə, mən birinci strukturu yazıb sonra qəpləri doldururam, daha rahat olur. Bəli, tükəz var. Mövzunun adını zəhmət olmasa aşağı kopyalayıb ata bilərsiniz. Bilərəm. Bir də tükəz, bunu da rekord edirəm. Bunu da ayrıca paylaşacağım, oradan da baxa bilərsiniz. Okay? Mən introduction'ımızı özümüz üçün yazaq, sonra sizə göndərək. Chatə yazaq hamımız introduction-ı, bəli. Ki mən yoxlayım. Tamam. Yaxşı. Mən buradayım, bitirən kimi göndərim.
Aysun. Digitalize yox, digitalized. Digitalized. World. Word'dan sonra veriliyor. Influence. Influence from yox. Influence təsir edir. Get influenced. Become influenced. Təsirlənir deyirsən. From peers. Yaşıdlarından. Çox klişedir. Some disadvantages. Advantages are more significant. Mən burada dedim axı sənə. Adjectivlər falan əlavə eləməyin daha yaxşıdır. Nəzrin. Are tend to, Nəzrin. Tend to. To be tend to deyil, okay? Passive voice-da yazdım deyə elə No, bildim ki, tend to şeylə işləmir axı. Hə, are tend to. Are tend to. No. No, belə olmalıdır. Young people tend to be influenced. Onsuz da been var da orada. Nəzrin. To be Hə, influenced. Təzən arı niyə yazmısan? Mən də özüm 5 oldum ki. Demədi orada. Fəxriyə. Əla, Fikrət. Çox qəşəng cümlə. İlk cümləmi bəyəndim. Qalan düzdür, vüqar. Acquire stuff. Stuff şey deyil. Formal deyil. Does not matter what they want to gain by their friends. Youngsters tend to be influenced by their friends mesela. I believe since they can gain a lot of benefit by their same age peer. Same age peer onsa same age deməkdir. Same age peer düzgün deyil. I believe the advantages of outweigh the disadvantages birincisi. İkincisi də ki çox ümumidə. Like kompleksləşdirməyə çalışanda şey eləyirsən, Vüqar, uyğun olmayan bir şəkildə eləyirsən və bu çoxunuzun elədiyi bir səhvdir. Düşünürsüz ki, məsələn burada ramification sözünü yazsam ya da nə bilim belə bir şey eləsəm daha yaxşı olar. Yox, elə deyil əslində. Əslində structure izləsəz sizin üçün çox da demirəm, ay indi mən dediyim kimi yaz. Amma fikir verin, mən spoiler verirəm. Dezavantajın nə haqqında olduğunu, avantajın nə haqqında olduğunu hamısını spoiler şəklində göstərirəm. Siz də elə eləməlisiniz. Aylin. Okay, good. Fərzə. Düzdür. Benefitlərə 2 dənə yazmamız lazımdır. Nərgiz. Witches feel like. This is çox simple və qısa bir cümlə olub. Healthy disadvantages. No, health disadvantages. Healthy sağlam deməkdir. Sağlam dezavantajlara olmur axı. Benefitlərdə 2 dənə yazmalısan. Social and məsələn educational. Laçın. Düzdür. Tofiq. Social mediadan sonra vergül. Çünki more teenager sənin subjectində. More teenagers demisəniz are more likely to get influence yazmalı. Teenagers yaz, more o biri tərəfdə yazmısan da. While this təzə cümlə şəklində olmalıdır, Tofiq. Behavior yox, behavioral adjective kimi yazmalısan. Qalan düzdür. Məhəmməd. Düzdür. Tükəz. Düzdür. Mədinə. To influence yox, to be influenced. Təsirlənmək. Düzdür. Şəbnəm. Okay, amma ideyaları full vermək yerinə adjectivlə vəz eləmək daha yaxşıdır. Fərzə buyur.
Sualın var? Məndə həmişə problem nədir? Cümlələri uzada bilmirəm. 250 keçə bilmirəm. Okey. Cümləni yazandan sonra demişdim ya sana ara gərək. O ara gərəkləri əlavə etməyə çalış. Hər cümlənin sonuna vergül qoyub ara gərək deməyə çalış. Məsələn, təhsillənilərək yaşıdlarından negativ hərəkətlər öyrənərək, filan şey edərək. Azərbaycan dilində hər cümlənin sonuna elə ara gərək əlavə etməyə çalışsan, həm coherence coefficient artar, həm söz limitin, həm də qrammarin yüksələr. Yaxşı? Müəllimə, bir də onunla bağlı mən də soruşuram. Bir də məsələn 10 cümlə yaza bilərsiniz. Harda məsələn ara gərəki vergüldən sonra Bir də əlavə yazanmaram, body'də yazaram. Body'nin içində yazmağa çalışaram. Hə, zəhmət olmasın. Okay. Vurğulayarsınız da. Keçək disadvantage. Onu which də Disadvantagelərdə yaza bilərik də. necə? Məsəl üçün which-lə də Which ilə də cümlələr. yaza bilərsən. Amma bir dəfə which ilə yazırsansa, bir dəfə aynı yaz. Okay? Okay, Fərqli okay. olsun da. These days-in yerinə Aynur, in these days, bugünkü günlərdə. Okay, qalan okeydir. İndi başlayırıq body ilə. Body 1-də başlayıram ki, on the one hand, yəni nəsə var? Turqay. Ara ehtiyac yoxdur. These actions adversely have impact. Yeah. Have impact sahiblər on young lives and result in negative final yox, negative consequences, nəticələr demək istəyirsən. Okay, ya da results deyə bilərsən. Result'ı bir dəfə işlətdim deyə istəmədim, bir də işlədim. Guys, bir dənə hamı baxsın Turqayın son cümləsinə və mənə deyin görək cümlə ilə bağlı, son cümlə ilə bağlı problem nədir? Çox ümumidir. Bəli, Klişe. klişedir. Özüm Ona görə də verdiyin strukturla getsən sənin üçün çox daha anlaşılan olacaq. Yaxşı yadında. Examine orada. ilk dəfədir qoşuluram müəllim bu qoşulur. No writing-ə. problem. Sadəcə görsən tutdun özün ki, klişedir. So, klişe cümlələr yazma. Başa düşdüm. Siz elə bir şey feedbacklər verəndə uşaqlara mən tutdum ki, mən üçün çox. Yes, və görsən burada da nəsə spoiler veririk ideyamız haqqında examinərə. Ki bu bizim balımıza müsbət təsir edir. Okay? Həmidəm. Burada examine ilə müəllimiz çox klişe eləyir onu. Burada bu cümlə bilirsən necə bir cümlədir, Məhəmməd? O cümləni götürüb sən istənilən advantage disadvantage hissəsində heç nə dəyişmədən qoya bilərsən. Düzdür? Əgər bir cümləni götürüb heç nə dəyişmədən qoya bilərsənsə, bir cümlə sənin idealların haqqında spoiler vermirsə, o cümlə güclü bir cümlə deyil. Məsəl üçün bu discussion-da istifadə edilmiyor. Lesson strukturunu Onu var da idi. dəyişmişdik. Bizdə elə idi, sonun dəyişmişdik discussion-ı yadınızdadır. This is several discuss both points of view and give my opinion. Belə bir şey idi. Give my opinion silib nə yazmışdıq? Explain the reasons why I believe bla bla bla'ya çevirmişdik. Məhəmməd. Onu Burada da bilmirdim. Okay. Hansısa bir tərəfi dəstəkləyə bilərəm müəllim. Məsələn, mən advantage daha çox dəstəkləyirəm Yox, və ya onsuz da biz onu disadvantage daha çox dəstəklədik. Bax, introduction-muzda elə dedik onsuz da. Dedik ki, baxmayaraq ki, hardaydı mənim ki, baxmayaraq ki, davranış dezavantajına gətirir, təhsil və social avantajları üstələyir. Üstələyirsə, o dəstəkləyirəm deməkdir. Burada məcbursan onsa dəstəkləməyə, çünki outweigh hissəsidir. Okay? Tamam, sağ ol. Tamam. Body 1-də uşaqlar hansı tərəfi tutmuruqsa ondan başlayırıq. Mən avantajın çox olduğunu düşündüyüm üçün dezavantajla başladım. Amma siz dezavantajın çox olduğunu düşünsəz, avantajla başlayacaqsınız. Başa sala bildim nə demək istəyirəm? Yəni hansı azdırsa, az olandan başlayırsınız. Başlayıram. On the one hand. İndi birincisi negativ tərəfini verirəm də. Peer pressure can have a negative impact on young people. Baxın, burada uzadacağım necə? By ilə məsələn. By pushing them to make irresponsible decisions. Yəni onları push sürükləmək deyir türklər. Onlar deyir sürükləyəcək nə etməyə? Irresponsible, məsuliyyətsiz qərarlar verməyə. Məsələn, mənim adolescents feel compelled, yəni məcbur hiss edirlər to follow the behavior of their friends even when it conflicts. Onların deyək ki, necə deyərsiniz? Şəxsi dəyərləri ilə. Necə deyərik? Their Personal values. With their personal values. values. Okay. For example, indi mənə kömək edəcəksiniz tərcümə etməyə. Deyəcəm ki, bir tələbə
dərsləri dərsi skip eləmək nə deməkdir Azərbaycan dilində? Skip Kaçırmaq. Dərsdən Buraxmaq. qaçmaq. Asmaq, dərs Dərsdən asmaq da qaçmaq. hə, belə deyək, dərsə getməmək. Dərsdən Məsələn, qaçmaq. bir tələbə dərsdən qaçmağa başlaya bilər. Birinci bunu deyin, necə deyə bilərik? One student who Aha. can Who ehtiyac yoxdur. A student. a student who can Who ehtiyac yoxdur. A student. Bilər Is nədir? at May. May. Dərsi asmaq nədir? Skip the lesson. Skip. May skip the başlaya bilər dedik. Başlamaq nədir? Başlaya bilər. May start. Start. Beginner. Start. Startdan sonra feilimiz ing-li gəlir, düzdür? Skipping Skipping classes. class. Sonra deyək ki, və yaxud da təcrübə edə bilər təhlükəli maddələrlə. Or Or can utilize. Experience. experimenting with Cautious chemicals. Zərərli nədir? Hazardous. Hazardous, harmful, Harmful. detrimental, yes. Harmful Chemical. maddələr, Chemicals. chemicals ya da substances, düzdürmü? Deyək ki, uyğunlaşmaq üçün xüsusi sosial bir qrupa. To Uyğunlaşmaq conform to 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 conform acceptance. to group norms. to get acceptance da olar. Mən burada to fit Evet. in with yazacağam. To Fit in fit in with uyğunlaşmaq deməkdir, yaxşı? Mhm. Necə deyirsiniz? Xüsusi sosial bir qrupla. Special groups. Special social Special yəni Special social. particular, particular social. social group. Social group. Eynən, A ideyam group, yazdım ki, young people-lara belə bir təsir ola bilər ki, onlar irresponsible decision eləsin və yaxud da nə edə bilər tutaq ki, dərsdən qaça bilər, təhlükəli maddələrin eksperimentlər apara bilərlər və s. Sırf o insanların belə deyək də qrupuna uyğunlaşmaq üçün. Okay? İndi nə edirəm? İndi yazıram ki, axırıncı cümlə, however cümləmi yazıram. However, gözləyin. However, there is no guarantee that this is always the case as indi buna solution tapıram. Məsələn, bunu necə həll edə bilərik? Valideyn nəzarəti ən önəmlisi, düzdür? Və Parental məktəblər guidance. və məktəblərdə awareness proqram. Awareness yəni bilinçlilik proqramları olar. Okay? Raise Necə public deyək? awareness. Public awareness, bəli. Necə deyirsiniz? Güclü valideyn nəzarəti. Strong parental Strength, guidance. Strong vision. Parental guidance. Parentin adjective forması Vision nə ola oldu? bilər. Vision no, vision uyğun gəlməyəcək. Supervision, Başqası da var idi. gələ bilər, Supervision. supervision. Hə. Amma guidance Supervision. daha uyğun söz. Control ya da guidance yazmağa çalışın. Okay? Ya control ya guidance. Okay. Və dedik ki awareness programs can deyək ki, kömək edə bilər gənc nəslə, kömək eləmək, help make contribute. Can help young people. young people. Aha. Dözmək nədir? Dözmək. Tolerate, sustain. Durable. Ne mana No. demek? Resist. Müqavimət Hatırlayırsınız? Resistance resist. sözümüz var idi, hansı ki Bəli. immunity, dözümlülük mənasını verir də. Dözə bilərlər. Nəyə dözə bilərlər? Tutaq ki, zərərli təsirlərə, necə deyirsiniz? Dözmək zərərli təsirlərə. Zərərli? Harmful Hazard. bacteria, Harmful effects. Detrimental Detrimental. influences. And healthy and company. deyəcəm ki, make informed choices. Yəni belə Prevent influenced by o adamlar tərəfindən məsələn elə də yazmaq olardı, hə? aha, eyni zamanda yaza bilərsən o şəkildə, bəli. Bəs By bir söz far. deyə bilərəm. Aha, Resist detrimental impact olar. O düzgün impact gələr. olar, yoxsa yox? influence. Influence yazmışdıq ki, bayaq hardasa. Yox, ümumiyyətlə dedim. Hə, Ümumiyyətlə yəni, prosta. ümumiyyətlə o sözü yazmışıqsa dəyişib, hə, impact sözünü əvəz edə Hə. bilərik. Nə etdik? On the one hand yazdıq, disadvantage verdik. Sonra dedim ki, bəs onlar özlərini məcburi hiss edirlər ki, öz dəyərləri ilə uyğunlaşmasa belə, getsinlər onu eləsinlər. Sonra onu məsələn nə edə bilərlər onu göstərdim. Sonra however there is no guarantee that this is always the case as yazıb, bu problemi necə həll edə biləcəyimi göstərdim. Başa düşdünüz hər şeyi bura qədər? Bəli. Əla. İndi hər kəs özünün body birini yazsın. Yes, you will get the record of this class. Nihat.
So, Eileen, could you please resend it? I can see it. I can see it. Okay. On the one hand, peer pressure may negatively affect young people by encouraging them to make a return on many other the behavior of them. Imitating yəni mimik də yaza bilərsən. Mimic, imitate, okay? Ya da mirror. Baxın uşaqlar, mirror yamsılamaq, imitate yamsılamaq. Bir də nə dedim? Bir də bir şey dedim. Mimik. Mimik dedim, bir də mimik. Yes. Düzdür qalanı, okay. Digərlərini gözləyirəm. According to the structure, write your own body once. Sual imtahanda düşüb, təzələyəcəm. İmtahana düşüb eyni. Arzu xanım, who, which deyəndə və izah eləyəndə onu iki mötəriz, iki vergül arasında nə vaxt alırdıq? Nə var ki, əlavə, yəni o cümlədə olmasa da olan bir detal olsa, məsələn deyirəm də, Lalə bu gün dərsdə absent idi. Lalə is absent today. Lalə kim ki dünən parka gedən qızdır, bu gün dərsdə absent idi. Məsələn, dünən parka getməsi detalı ekstra bir detaldır. Düzdür? Onu çıxarsaq da cümlədən məna etmir. Əgər onu çıxarsaq da cümlədən məna etmirsə, iki tərəfinə də koma qoyursan. Başa düşdün? Sağ ol. Müəllim, bizə case as-dən sonra nəyi bildirirdi bizə? Həll verirdik. Bu dezavantajı necə həll edə bilərik? Bayaq dediyi valideyn nəzarəti falan, onun kimi bir şey yazırsan. Tamam. Müəllimə, bizdə elə bir PDF-lərdə discussion essay'in strukturunda şey var idi, peel paragraflar. Yəni bu bizim öyrəndiyimiz normal paragraf tipindən fərqlidir deyə mən onu öyrənmədə biraz çətinlik çəkdim. Öyrənməsən Bir dənə olar, normalda da yazar bilərsən. Lazımdır. Bir də başqa bir fayl var idi, yəni bütün hamısının olduğu fayl. Orada fərqli idi. Yəni oradan öyrənim yoxsa yəni peel paragrafda Həmişəki structure-mızdan da öyrənə bilərsən. O peel bilirsən nə vaxtdır? Biz normalda 2-dən ideya yazırıq axı Məhəmməd. Ona görə də ideya izah kimi irəliləyirik də. Amma məsələn elə olur ki, tutaq ki, bir dənə ideya vermək istəyirsən o ideada. Onda peel paragraf structure istəyirsən. O nə deməkdir? Point verirsən, explain. Əslində o qədər də fərqli deyil. İdeya, izah, nümunə, sonra da bir sonluq cümləsi kimi verirsən body'nin içərisində. Əgər body'də link 2 ideya yazırsansa bizim normal structure-la, bir ideya ilə irəliləyirsən, o peel paragraf structure ilə irəliləyir. normal da şeydir də o bir dənə bütöv bir dənə fayl var idi, neçə dənə structure var. Bəli, structures material düzdür. Okay. Müəllim, olar bir sual verim. Mən Buyur. ayın 30-u imtahanımdır. Bilmək istəyirdim ki, bu günə kimi ən çox hansı structure düşür task 2 Discussion üçün? düşür, bir də dəyişir. Discussion və opinion ən çox düşənlərdir. Çünki birinci gündən həm də işləyincə azalmışam ki, Mhm. elə istəyirəm ancaq writing-ı məsəl üçün bilim ki, məsələn ən çox bu Hamısına düşür də. bax, hamısına bax Aylin. Amma bilirsən hansı, bayaq extra classes qrupunda imtahana düşmüş mövzuları təqlədiyə Tofiq. Writing bəli, taskda. Onları otur işləməyə çalış vaxtın varkən. Okay? Onlar düşür, hə? Onlar Sırf təkrarlanan yəni imtahanda. düşür. Bəli. Aynur. Bəs task 1 üçün Task 1 üçün, proses map az düşür, digərləri daha çox düşür. Prosesdə, task 1-də artıq. Məsələn, izahın biraz qısadır Aynur. Individuals can act against their values. Məsələn, nümunə verə bilərsən. Necə davrana bilərlər? Başa düşmədim çünki məsələn. Verən ki, bayaq dediyim, nə bilim, unhealthy habitlər, smokingə falan başlaya bilərlər. Dərs ötürə bilərlər və s. və bunları nümunə çatmır. Burada role playing yox. Ümumiyyətlə uşaqların o təhsillənməsinin qarşısını necə ala bilərik? Daha ciddi valideyn nəzarəti, daha ciddi müəllim nəzarəti, məktəblərin nəzarəti.
Məktəblərdə keçirilən proqramlar. Bu şəkildə ideyaların daha güclü olar. Onları verməyə çalış. Digərlərini gözləyirəm, badilərimizi yazaq. Tofiq. Have yox, has ya da can have. Can have daha yaxşı olar. Parents guide yox, parental guide. Organizing'i misspellləmişik. Fəxriyə. Ya da şey yaza bilər. In order to raise the awareness. Mənimlə bir şey soruşa bilərəm. Buyur. Tamam ki, bu paragrafa task response neçə verərdiniz? Task response-un yaxşıdır. Buna 7 verərdim. Task Bəs response. niyə həmişə 6 verirsiniz? Çünki bu yaxşıdır da, buna 7 verdim. Mən bir şey aşağı yaxşı olmur, 6 verirəm. Hərəsini elə bildim, bu daha Burada pisi də qəşəngdir. Yox, burada bax izahları falan vermisən. Detallı başa düşülür. Bax, demisən ki, birinci demisən ki, detrimental impact ola bilər. Sonra nümunə vermisən buna aid. Sonra bunu niyə elədiklərini də vurğulamısan. Gördün? Yəni bütün detalları vermisən. Ona görə bu okeydir. Sonra davam edirəm. Və buradan yoxlayım da rahat. Okay. It's time to continue with. Actually, I have continued with Tawfiq and next one. We have. Tawfiq'ten sonra kimleri yazıp. Kimdən başlamalıyam? Fəxriyyədən. Fəxriyyə. Influencing by peers no. Influencing təsir etmək. Sən təsirlənmək. By get influenced ya da to become influenced by peers. For example, should be a new sentence, Fəxriyyə. The feeling of. Of-dan əvvəl də. Nəzrin. Competition is an uncountable noun. We don't need a. Məsələn, which positively yazmısan, which positively affects. Oradan which'i sil. Positively affecting. Təsir edərək. Başa düşdün? Daha yaxşı olar. Nə vaxt which after who which that you have a verb, omit who which that and add ing to your main verb, okay? Bad. Don't use the words of bad or good, like in a negative way.
The remaining part is okay. Şəbnəm. Bir şey soruşum birdən. Hı Məsələn, hı. someone deyəndə sonra məsələn deyirik ki, onu nəsə etkiləyir ya da o nəsə eləyir. Orada mən Kişi. kişi yazırıq, hə? Yes. Hı hı. Digər hissədə bəs məsələn tutam ki, his ya da her yazırıq onda da. Hı hı. Yes ya da her. Yes. Mən adətən someone yazmıram. People yazıb they deyib ümumi getməyim daha rahat olur mənə. Okay. Şəbnəm. Okay. Həmidəm. Can I ask a question? Just 1 minute. Müəllim, mən deyəsən axırda zəiflətmə istifadə eləməmişəm. Tam baxım deyəcəm. Çünki həmişə elə eləyirəm əslində. Bilmirəm yaxşıdır yoxsa pisdir. Baxım. Yox, zəiflətmə eləməlisən. Çünki biri o birini outweigh eləyirsə, zəif olanı outweigh. Zəiflət. Yəni however there is no guarantee that yazmağa çalış onun arxasında. Okay? Tofikə baxmışdım. Məhəmməd. Impact yazmısan, təzən influence nə yazmısan? May impact negatively young people. Influence sil oradan. Okay, Nihat. Okay, good. Turqay. Which yazmısansa təzən it yazma. Which causes. Və cause o ilə yox, a ilə yazılır. Causes. Depression. Hə, hərf səhv etməmişəm. Others'dan sonra apostrof. Others apostrof. Digərlərinin. Approval. Hə, If yazmısansa soy yazma. Onsa if iki cümləni bağlayır. Təzədən ikinci tərəfə soy yazmamalısın, okay? Nevertheless'dan sonra vergül. There'dən sonra is. There is no guarantee that. There is. Teach no. Taught. Ta ucu hıtı yazılır. Teach'in üçüncü forması. thank you. They can achieve success qalan. Vüqar. Thank you too. This implications. THS. Good, amma zəiflətmə cümlən yoxdur. However, there is no guarantee that yazmalısan. Mədinə. Social mediadan sonra vergül Mədinə. Çünki the last report is your subject. Since if they are in strong parental control. Since they are, no. Since they are in since strong parental control and attract yox, encouraging extracurricular activities. Okay, Nərgiz. Sərf etmək kimi yazmaq istəmişdim. No, qabağındakı o hissə mənası birbaşa subject-lə başlamalıdır cümlən. Okay? For instance, sonra vergül Nərgiz. Affected by yox, are affected by. Məsələn, deyirsən ki, mental problemlərə, anxiety səbəb olur. Niyə? Çünki digərləri tərəfindən bəyənilmirlər, bundan qorxurlar və s. Necə rezist eləyə bilərlər Nərgiz? Onu da aça bilərsən ki, ailələrinin köməyi ilə, məktəb dəstəyi ilə və s. Okay, good, Laçın. So guys, right now, what I'm going to do is explaining you how to write by the two. You will not write by the two, just I will explain like by the two and conclusion parts. You will write it at home, okay? That's why try to pay attention it.
So in body 2, as we have mentioned, we are going to talk about stronger sides. So I mean, if you think that advantages are more, in this case, you need to write the advantages in body 2. Or if you think that the disadvantages are more, then you need to talk about the disadvantages in this body. So I think that advantages are more, which is why I'm going to talk about the advantages in this body paragraph. So I will start like this. The main benefit of our topic is peer pressure is that, then I will show its benefit. İndi mənə kömək eləyin tərcümə etməyə. Necə deyərəm ki, o cəsarətləndirir gənc insanları özlərini inkişaf elətdirməyə. Birinci bunu deyin. O cəsarətləndirir gənc insanları özlərini inkişaf elətdirməyə. It's Encourage. young It can people. encourage young Can people encourage young people improve to improve özlərini. Themselves. Self-improve themselves. themselves. Yes. Yenə bay əlavə eləmək istəyirəm də. Deyirəm ki, müsbət vərdişlər qəbul edərək. Adopting by positive good habits. By adopting the positive Positive habits. Good Positive işlətməyin də uşaqlar. Good. Positive. Too Müəllim, simple. themselves-dan sonra yazmaq Positive olar. Both behavior well. or Themselves-dan habits. sonra nə yazmaq olar? Adopting, hə, birbaşa da olar. themselves both personally and professionally. Elə də olar. Okay. Mən başqa cür demək istədim. Positive habitlərini ona görə belə yazdım. Okay. Məsələn, deyək ki, əhatə olunmaq, motivasiyalı yaşıdlarla. Necə deyərsiniz? Surrounded by motivated motivated. Surrounded by your contemporary being surrounded Surrounded by motivated yeah, peers. Okay. peers. Müəllim, Yes, contemporary söz də var. Bilmirəm amma nə qədər bu Nə? contemporary yaşıdlar. Yaşıdları ilə yox. Əslində yaşıdları çıxmır. Sələf də deyil Azərbaycan dilində. Onu insanlar şeylər üçün işlətmirik. Məsələn, bir musiqiçidir. Onunla eyni dövrdə olan musiqiçilər üçün işlədirik bunu daha çox. Pir mənasında deyil. Başa düşdüm. Qeyri-adi deyirsiniz. İndi deyir ki, yaşıdları ilə əhatə olunmaq tez-tez ruhlandırır individualları. Tez-tez ruhlandırır. Often inspires, ne oldu? Inspire, yeah. Individuals. Individuals, yeah. Individual. Aha. Nəyə ruhlandırır? Daha çox çalışmağa, daha çox Work proaktiv harder. şəkildə. Bu excel in məsəl üçün Work nədir? Olar. Ya da work harder academically. Yeah, Academic. to work Okay. hard. Hansı ki önəmli rol oynuyor. Which is plays play a essential vital role. role. Plays, And ya da which a plays vital a crucial role. Vital role. Aha. Crucial da demək. Formalaşdırmaqda Crucial role. onların gələcək karyera prospektlərini. Mən nə Creating. They Shaping shaping, yeah, they shaping in shaping their future future career goals, prospects ya da past yol. Opportunities olar. Opportunities de olur. Okay. Başa düşdük. İndi buna nümunə verirəm. Deyirəm ki, one clear illustrate. Neylədim? Əvvəlcə point verdim və point harda önəmli rol oynayır onu dedim. Sonra indi deyirəm one clear illustration of this is. İndi buna nə edəcəm? Nümunə verəcəm. Okay. Deyək ki, this is nə deyə bilərik məsələn? Tələbələr kimlər ki daha disiplin olurlar? Is deyək ki, the students kim ki olur daha disciplined, more more disciplined and goal oriented. Yəni məqsəd fokuslu deməkdir. Okay. Nə zaman ki onların their friends are preparing seriously for important. Məsələn, deyirəm, tələbələr daha məqsəd hədəfli olur. Nə zaman ki, onların dostları da hazırlaşır da bu examlərə. Okay, onları keçmək məqsədi. Yazaq ki, because of a high level of competition. Okay. İndi keçdik ikinciyə. Deyirəm ki, in addition to this. Bayaqki pointim education haqqındaydı, düzdürmü? Ona görə yazıram educational advantage. Necə deyərsiniz ki, peer pressure həmçinin gənc nəsilə kömək eləyir inkişaf elətdirməyə nəyini, məsələn, sosial bacarıqlarını. Peer pressure can help
May Also help. helps. May. Aha. Also may help. Young people inkişaf elətdirməyə önəmli sosial bacarıqları. Enhance or foster. Enhance. Enhance. To develop Enhance or develop Develop. their Develop önəmli their- essential essential Social skills. social social skill. skills, Bir nümunə verək də, Skill. such as, deyək ki, ünsiyyət Such və as- komanda işi. Such as Communication and and just teamwork. teamwork and And- communication. and Mən equipped with də yazmaq olar da. Aha, Equipped bəli. with-dən Equip daha çox təmin olunmaq deməkdir. Burada uyğun gəlmir axı. Məsələn, they are Postda yazmaq provided olar. with, they are equipped with. Necə Turqay? Postda yazmaq olar. Poster yaza Postda bilərik, artırmaq. bəli, poster. Hı-hı. Daha akademik olsun deyə belə. Bəli, olar. Enhance demişdi bayaq kimsə, o da olar. Daha sonrasında indi deyək ki, if-lə bir dənə buna izah verirəm də. Deyirəm ki, əgər gənc nəsil məruz qalsa dəstəkləyici və ambisiyalı yaşıd qrupuna. İndi deyək, əgər gənc insanlar, young people, if məruz qalmaq nədir demişdim. Aha, are Exposed. Also, yeah. are Exposed. Are exposed to exposed Dəstəkləyici to və ambitious and supportive 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 and ambitious yaşıd qruplarına. peer groups. peer group. Then onlar deyək ki, onlar daha meyillidirlər, belə deyək də, meyillidirlər çevrilməyə. Birinci deyək, onlar daha meyillidirlər. They are more likely. susceptible. Susceptible no. Susceptible nədir? Kim deyər mənə? Inclined. Susceptible həssas deməkdir. Bura uyğun gəlmir. Susceptible, delicate, bir də susceptible, vulnerable. Vulnerable, susceptible, bir də delicate. Bunlar həssas deməkdir. Are more likely. Fragile. Fragile da həssasdır, amma o başqa cür həssasdır. Məsələn, tez qırılan mənasında tez həssasdır. qırılan. Are more likely to grow into özgüvənli, Self-confidence. confident Confident. və sosial Confident. cəhətdən məsuliyyətli, socially belə deyək də, Social responsible Responsible adult. adult in the long term. Okay. Well, in the long term bilirsən nə deməkdir? Uzun vadədə. vadədə. Uzun. So, başa düşdünüz? Neylədim? Avantaj 1-i verdim, izah elədim. Avantaj 2-ni verdim, izah elədim. Tamam mı? İndi sırada conclusion. Yazıram. In conclusion. Also, mövzumuz nə idi? Peer pressure, düzdürmü? Peer pressure. Peer pressure may cause certain. Dezavantajı nə idi? Yadınızdadır, nə ilə bağlı dedik? Low və Demerits. Yox, behavioral problemləri idi də, düzdürmü? Onda deyək ki, Unhealthy Social. choices deyə bilərik. Unhealthy choices. It's advantages in terms of. Avantajlar nə idi? Bir personal development idi, yadınızdadır. Ben. And o biri nə idi? Educational motivation. Educational motivation. Education. Sonra nə yazıram? Far outweigh. Far outweigh the disadvantages. İndi də məsləhət verirəm də, neyləsələr. Məsələn, deyim ki, əgər gənc insanlar positive peer environmentlər tərəfindən belə deyək də idarə edilsələr, onda bu powerful bir güc olar da onlar üçün. Okay? Risk olmaz. Ona görə deyirəm ki, if young people are guided by positive deyirəm ki, peer environments. Başa düşdünüz nə dedi? Yəni positive environmentlər tərəfindən nəzarət olunsa onlara. This influence can be transformed into a powerful tool for inkişafçılar, düzdür? Growth rather than a risk. Sonda da nə etdim? Sonda da məsləhətimi verdim ki, əgər belə qruplar tərəfindən yönləndirilsələr, onda bu powerful bir tool-a çevrilər, bir riskə çevrilməkdən. Okay. Tool nə mənasını verir? Nə powerful tool, yəni güclü bir alətə çevrilərdi onların inkişafı üçün. Güclü bir yola keçirlər. Aha. Conclusion can be transformed. O nə sayılır? Yəni pasiv sayılır yoxsa? Yəni bir transform passivdir də, hə. Transform edilə bilər. Edilə bilər. Okay. Edilə bilər. Çevrilə bilər. Passive voice. Belə demək olar. To-be'dən sonra, can be-dən sonra ancaq verb switch dənə bilər, o da passive voice olanda. Burada da onu eləmiş.
Başa düşdük burada hər şeyi. Mən bunu göndərim bir də qrupumuza. Faylın dokumentini göndərirəm. Mən recordingdə dayandırım. Recordingin də eyni zamanda